Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan sacilər dövlətidir. Gəlin başlayaq. Birinci sualda deyir ki, sacillərin hakimiyyət dövründə bütün Azərbaycan vahid dövlətə birləşdirildi, düzdür. Yusif ibn Əbüsacın hakimiyyəti illərində sacilər dövləti 898 941-ci illərdə mövcud olmuşdu. Həmin dövrdə də Azərbaycanı həm şimalda, həm də cənubda birləşdirdi. Paytaxt Təbriz deyildi, o Rəvvadiyə aiddir, atıram. Dərbəndilər sülaləsi tərəfindən idarə olunmaq məsələsi Şirvanşahlara aiddir. Dəbil əmirliyinin yaradılması Şədadilər nəslinə aiddir. Cənubi Azərbaycanda Əməvi xilafətindən asılı vəziyyətə düşməsi. Əməvi heç bu dövrdə yox idi, 661-750-ci illəri əhatə edirdi deyə yerində atıram, cavab A. 10-cu əsrin əvvəllərində sacilər dövlətinin ərazisi, deməli, Zəncandan Dərbəndə qədər bütün Azərbaycan ərazisini əhatə edilmiş C düzgün variantı. Çünki Azərbaycanı vahid halda birləşdirilmişsə, deməli, şimalı, cənublu hər yeri əhatə edirdi. Sacilər dövlətinin yaranması və bütün Azərbaycan torpaqlarının vahid dövlətə birləşdirilməsinin nəticəsi təbii ki də yaxşı şeylər olar. Təsərrüfat canlılar və mədəniyyət inkişaf eləyər. 941-də süqut etmiş dövlətin adi buraxılan hökmdarı Məhəmməd ibn Əbüsac. Deməli, bir də buna diqqət edək ki, Əbüsac istibdad dövlət hökmdarı olmayıb. Sadəcə sülalənin banisidir. Dövlətin iç hökmdarı, yəni yaradıcısı Məhəmməd ibn Əbüsacdır 898-də. Sonra Yusif ibn Əbüsacdır ki, dövlətin ən güclü hökmdarı idi. Sonda da Deysəm olur ki, bu da məğlubiyyətə uğrayır və Salarilər dövləti yaranır. 941-də süqut etmiş dövlətin adı buraxılan şəxs yenə eyni şəkildə Deysəm. Göstərilənlər aid olduğu dövlət 9-cu əsrin sonunda meydana gəlmişdi. Paytaxtı Marağaydı, daha sonra Ərdəbil olur. Türk sülaləsi tərəfindən idarə olunur sacilər. Şirvanşahlar və sacilərin tarixinə aid ümumicəhət Dərbənd səddinin təmir etdirilməsi Şirvanşahlarda da var. Sacilərdə də Yusif ibn Əbüsac təmir etdirir. Sacilər dövlətin Marağadan sonra paytaxtda olmuşdu Ərdəbil. Sacilər dövləti və Fransa krallığı tarixinə aiddir. Hər ikisi eyni əsrdə yaranmışdır. 898-də sacilər, 843-də Verdi müqaviləsi nəticəsində Fransa, Almanya, İtaliya krallıqları. Yusif ibn Əbüsacın siyasətinə aid deyil. Xilafət xəzinəsinə xərac göndərilməsinin tamamilə dayandırıldı, buna aiddir. 912-ci ildə Dərbənd səddini təmir etdiribdi. Öz adına pullar kəsdirib, Şirvanşahları özünə tabe etdirib, çünki vahid dövləti bu birləşdirmişdi. Xəzər dənizində amma hərbi donanma yox, Salarilərdə ticarət donanması var idi. Hərbi ola bilməzdi, yəni ticarət gəmisi var idi daha doğrusu. Heç nə Yusif ibn Əbüsaca aiddir, nə də ki bu hərbi donanma idi, ona görə Y yanlışdır. Sacə hökmdarı Yusif ibn Əbüsacın hakimiyyət dövrünün səciyyəvi cəhəti, Salarilər dövlətinin sacilərdən asılı hala salınması belə bir şey ola bilməz. Çünki saci 941-də dağılır, yerinə Salarilər yaranır. Salari, yəni saciden daha böyük olub və sacini süquta uğradıb. Amma dövlət yox təbii ki də Salari sülaləsi. Azərbaycan torpaqlarının ilk dəfə Türk sülaləsi tərəfindən vahid halda birləşdirilməsi Yusif ibn Əbüsaca aiddir sacilərlə. Səlcuq dövlətini heç görməyib deyə ona saziş bağlayanmaz. Rəvvadilərlə və Tiflis əmirliyi ilə dostluq münasibətlərinin saxlanması, Rəvvadi və Tiflis əmirliyi ilə dostluq münasibətlərinin saxlanması buna aid deyildi. Dəbil əmrinin əsası qoyulması da Məhəmməd ibn Şəddada aiddir. Sacilər dövlətinə aid olmayan xüsusiyyətdə Şirvanşahlar tabe edilir əlbəttə. Çünki vahid halda birləşdirmişsə, deməli şimallı, cənublu hər yeri birləşdirmişdi. Bərdə uğrunda Slavyanlarla mübarizə aparılması. Bərdə faciəsi 944-cü ildədir. Sacilər isə 941-də dağılır. Bu Salarilərə aiddir. Ona görə B yanlış variant. Sacilərin yaranmasının tarixi əhəmiyyəti, Oğuz türklərinin Azərbaycan torpaqlarında məskunlaşması. Oğuz türklərinin Azərbaycan torpaqlarında məskunlaşması Şəddadilərlə Rəvvadilərin dövründədir. Rəvvadilərin dövründə 1028-də, Şəddadilərdə də 1030-cu illərdə Azərbaycan arasında məskunlaşmışdı. Buna aidiyyatı yoxdur, yəni Xəzər dənizində gəmilərdən ticarət məqsədilə istifadə edilməsi Salariyə aiddir. Ərəblərin hücumunun qarşısı alınması buna aid deyil. 10-cu əsrin əvvəlində vahid halda birləşdirilməsi sacilərdə Yusif ibn Əbüsacın hakimiyyət dövrünə aiddir. Ölkə ərazisində şimalda olan hücumlara son qoyulmur. Məsələn, Slavyanlar yürüş edəcək. Sacilərə aid deyil. Reyin tutulması, bəli, Samanilərdən reyi alır, bu aiddir. Azərbaycan qərb torpaqlarını ələ keçirməyə çalışan erməni gürcülərin məğlubiyyətə uğradılması Yusifə aiddir. Sülalənin nümayəndələri Afşin titulu daşıyırdı. Kaxetya, yəni Gürcüstanı da ələ keçirir. Amma 2009 ailəsinin ərazidə məskunlaşması Rəvvadidən Şəddadiyə aiddir deyə Y düzgün variantdır.
Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyənləşdirir. Hadisə Rey şəhərinin Samanilərdən alınması, sacirlərin Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi. Yəni Rey ilə Azərbaycan vahid halda birləşdirilməsinin heç bir əlaqəsi ola bilməz. Samani başqa dövlətdir. Azərbaycan vahid halda birləşdirmək sırf Azərbaycan torpaqlarından gedir. Rey Azərbaycan torpağı olmadığına görə onu götürmürük. Deməli, hadisə Məhəmməd İbn Əbi Sacının Gürcülər üzərinə yürüş təşkil etməsi və Sacilər dövlətinin əsasını qoyması xeyr, Gürcülərə yürüş eləməsi nəticəsində deyildi. Burada da yanlışlıq var. Yəni, ayrılıqda Gürcüləri məğlubiyyətə uğradır, Sacilər yaradır. Amma yəni, bu hadisə nəticəsində belə bir nəticə alınmır. Hadisə Sacilər Dərbəndi ələ keçirir və Dərbənd səddinin inşa olunması. Dərbəndin inşa olunması 6-cı əsrdir. Sacilərin Dərbəndi tutması deyək ki, 10-cu əsrdir. Ona görə C-də olmaz. Yusif ibn Əbi Sac xilafətə xəzinəsinə xərac göndərməyi dayandırır və Sacilər xilafətin asılığından çıxır, yəni müstəqil olur. Bu normal haldır. Pul verməyə dayandırırsa, deməli artıq müstəqildir, heç kimdən asılı deyil. Hadisə Cənubi Azərbaycan iqtidar kimi Əbi Sac Divdada verildi. Sacirlərin Azərbaycanı tam müstəqil idarə etməsi, bu da düzdür. Çünki Azərbaycan bunların əhatəsində idi. Amma yəni dövlət deyildi deyə yeni götürə bilmirik. Yeni də atdıq. Yəni bunun nəticəsində deyildi də. Cənubi Azərbaycan iqtidar kimi Əbi Sac'a verilməsi, amma tam müstəqil idarə olunmaq, ərəblərdən asılı vəziyyətdə olmamaq Yusif ibn Əbi Sacın dövründə dövlətə aiddir. Sacilər 9-cu əsr, 10-cu əsr. Xilafət tərəfindən Azərbaycanın iqtidar kimi Əbi Sac Divdada verilməsi 879-cu ildədir. Sülaləyə aiddir. Sacilər dövlət desəydi götürməzdik. Amma bu eləcə Sacilər deyil, yəni sülalə. Dövlətin əsasının qoyulması 898-dədir, beni də götürürəm. Salarilərlə mübarizə deyilən bir şey yoxdur. Bu sondadır, yəni 10-cu əsrdədir. Xilafət qoşunlarının məğlub edilməsi, məsələn 917-ci ildə A-nı götürə bilərəm. Paytaxtın Ərdəbil şəhər olması birinci maraq olur. Sonra Yusifin dövründə Ərdəbilə köçür, beni də götürürəm. Şəddadi ilə mübarizə, heç Şəddadini görməyib bu. Şəddadi əmirliyi 971-də dövlət yaradır. Yəni Dəbil əmirliyi 951-dədir, Şəddadi dövləti 971-dədir. Saciz isə 941-də dağılmışdır. Cavab olur 1AB, 2AB. Sacilərin 10-cu əsr tarixinə aiddir. Dövlətin əsası qoyulması 898, yəni 9-cu əsrdir. Mərzban bin Məhəmmədin adından pul kəsilməsi. Mərzban bin Məhəmməd Salari hökmdarıdır. Atıram. Bütün Azərbaycan vahid halda birləşdirib Yusif. Xilafətə xərac göndərməkdən imtina edib. Bu da Yusifdir. Türkmənşəhər Kəncərli sülaləsi Salariyə aiddir. Cavab olur 3-dən 4. Sacilər aid olan xüsusiyyətləri müəyyənləşdir. Ərəb xilafətin zəifləməsi nəticəsində yaranmış müstəqil dövlətlərdən biri idi. 5 dövlətdən biri bu idi. Xəzər dənizində dövlətə məxsus ticarət gəmiləri Salariyə aiddir. Türkmənşəhər sülalə olması həm Saciyə, həm Salariyə aiddir. Azərbaycan şimal torpağında yaranmayıb. Sonradan şimala ələ keçirir, düzdür. Amma yaranması Marağada olduğuna görə ola bilməz. Bütün Azərbaycanı vahid halda birləşdirib 5-də düzdür Yusif ibn Əbi Sacın dövründə. Onun dövründə Şirvanşahların və Dərbəndin tabe edilməsi ilə Azərbaycan torpaqları ilk dəfə Türk sülaləsi tərəfindən vahid halda birləşdirildi. Yəni Yusif ibn Əbi Sacın dövründə. Bu isə ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin inkişafına səbəb oldu. Hətta o xilafətdən asılılığa son qoyaraq xərac göndərməyi dayandırdı 912-ci ildə. Bununla da tam müstəqil siyasət yürütdüyünü nümayiş etdirdi. Mətndə bəhs olunan hökmdarla, yəni Yusif ibn Əbi Sacla Məhəmməd ibn Əbi Sacın oxşarlığı, Slavyanlara qarşı mübarizənin aparılması buna aid deyil. Bərdə faciəsi falan. Yəni Yusif ibn Əbi Sacın dövründə ümumiyyətlə Şirvanşahlar dövlətinin yürüyüşü olmuşdu. Amma yəni Slavyanlarla mübarizənin sırf aparılması Mərzban ibn Məhəmmədə aid idi. Bir addım öz adına pul kəsdirib. Hər ikisi təbii ki, hökmdarsı öz adına pul kəsdirir. Yeni dövlətin əsasını qoymaq sırf Məhəmməd ibn Əbi Sac'a aiddir. Gürcü qoşunundan isə hər ikisi mübarizə aparıb, cavab olur 2-4. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videomu bəyənməyi və şərh yazmağı unutmayın.